Bugün Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsində psixoloq və ailə məsləhətçisi Gülşən Musazadənin Sir Psixoloji Yardım Kabineti fəaliyyətə başlayıb. Mərkəzin rəsmi açılışı və lent kesmə mərasimi şəhid Anar Məmmədovun anası tərəfindən həyata keçirilir. Tədbirdə bir sıra qonaqlar iştirak edib. Onların arasında şərqşünas filosof, əvvəldən sona layihəsinin rəhbəri Cavid Qurbanov və psixoloq Ofeliya Qasımova da yer alıb. Qonaqlar yeni fəaliyyətə başlayan psixoloji yardım kabinetinə uğurlar arzulayaraq öz təbriklərini səsləndirdilər. Çox sağ olun gəldiyiniz üçün. Böyük şərəf verdiniz mənə. Mərkəz istəyərdim olsun, amma təəssüf ki, balaca bir kabinetdən kifayətləndirir. İstədim ki, xeyir-duanı, bizə xoş arzularını özümlə taytuş olan, dostluq elədiyim insanlarla yanaşı, həqiqətən böyük kimi gördüyümüz, ağsaqqal kimi gördüyümüz, bizim fəxrimiz olan insanlardan biri eləsin. Qabiliyyət ana mənə öz anam kimi, doğma xalam kimi yaxın olan şəhid Anar Məmmədovun anasıdır. Fikirləşirəm ki, lenti onunla kəssəm, Allah daha da xeyir, bərəkət verər. Bu neçə illər ərzində, mən Anarın üzünü görməmişəm. Anar mənim yoldaşımın sinif yoldaşı olubdu. Amma üzünü görmədən ona bir qardaş kimi qəbul eləmişəm. Anasını da özümə ana kimi qəbul eləmişəm. İnşallah ki, bugün də rayondan, uzaq rayondan gəlibdir, sağ olsun, sayıb. Çox minnətdaram. Bu günlərim gəlsin, Qabiliyyət ana, gəlin yanıma inşallah. Mən salamlayıram hər kəsi. Lənkəran şəhər daxili qoşunlarının xüsusi təyinatçısı, baş leytenant şəhid Anar Məmmədovun anasıyam. Saatlı rayonundan gəlmişəm. Gülşən qızım bizə öz qızımız kimi olub. Gülşənin həm biliyinə, həm bacarığına həmişə inanmışıq, əmin olmuşuq. Müasir zamanda insanların psixoloji dəstəyə həddindən artıq çox ehtiyacı var. Şəxsən bizim rayonda Gülşən qızımın neçə dənə pasiyenti olub. Hamısı da öz tez bir zamanda sağlığına qovuşub. Buna görə də bugün bu ofisin açılması neçə insanın təzədən inanıram ki, həyata qayıtmasına, həyata baxışının dəyişməsinə, yəni gözəl həyat nətərdim stimul verəcək gözəl həyatının davam etdirilməsinə. Ona görə də mən Gülşən qızıma xeyirlər, uğurlar arzulayıram, işlərində müvəffəqiyyətlər arzulayıram, xeyirli, uğurlu olsun. Yəni bu missiya həm də ki, çox gözəl bir missiyadır ki, insanlara yaxından mənəvi köməklik deməkdir. Xeyirli, uğurlu olsun, xeyirli olsun. Tut. Bismillah. Ya Allah, bismillah. Ya Allah. Sağ olun. Xeyirli uğurlu olsun. Hər kəsə xeyir versin Allah. Xeyir versin. Bismillah. Rəhmanirrahim. Ya Allah. Özün xeyir verginə. Həm insanlara, həm də Gülşən qızıma. Gözəldir, çox gözəldir, maşallah.
sağ olun hər biriniz gəldiyiniz üçün. Minnətdaram, var olun. Qabiliyyət ana rayondan gəlib, Cavid qardaşım rayondan gəlib. Siz də hər biriniz evinizdən, isti yuvanızdan çıxıb gəlmisiniz, əziyyət çəkmisiniz. Bəlkə də kimsə işindən icazə alıb, gəlib. Hər birinizə təşəkkür edirəm. Psixoloji kabinet, bu kabinet əvvəl Ofeliyanın olub. Ofeliya çox yaxın rəfiqəm və illərimin dostudur. Və mənim özümün psixoloqum olub. Ofeliya mərkəz açmamışdan öncə təklif elədi ki, bəs bura mənim üçün, irəli getməyim üçün izin olsun. Çox köməkli elədi və buranı götürüb işlətməyi. Əslində balaca görsənsə də, burada bu balaca məkanda çox böyük bir zəhmət var. 3 aya yaxın bir zəhmətin nəticəsində bu balaca kabinetin ərsəyə gəlməyi, bütün ruhumu, ürəyimi vermişəm. Süni intellektlə yaranmış bir şəklin kopyasını yaratdım və fikirləşdim ki, mən bunu edəcəm. Düşünürəm ki və arzu edirəm ki, mənim vasitəmlə, bu kabinetin vasitəsilə insanlar həqiqətən də mənəvi cəhətdən özlərini yaxşı hiss etməyə, sağalmaya, düşünürəm ki, insanların həqiqətən də can sağlığı qədər mənəvi sağlamlığa da ehtiyacları var. Çünki əgər bizim mənəvi cəhətdən sağlığımız yerindədirsə, bizim fiziki sağlığımızın da bir anlamı olacaq, mənası olacaq. Daha çox işləməyə, yaratmağa, yaşamağa həvəsimiz olacaq. Hər birinizə mənəvi sağlamlıq arzulayıram və Allahdan arzu eləyirəm ki, xidmət edənlərdən bizlərə qərar versin inşallah. Çox sağ olun, var olun, yanımda olduğunuz üçün şərəf verdiniz, utandırdınız. Yenə də bir açılışda da qeyd elədim. Sizə Allahdan xeyir, uğur arzulayıram, müvəffəqiyyətlər arzulayıram. Hər bir sağalan pasiyentə baxıb sevinməyi üzə Allahdan arzulayıram. Çünki bu hər iki tərəf üçün yaxşı bir cəhətdir. İnsanların mənəvi cəhətdən rahatlanmağı, psixoloji cəhətdən rahatlanmağı, onların yəni cəmiyyətdə özlərini rahat aparmaqları cəmiyyət üçün çox xeyirlidir. Həm də ki, sizin üçün də yəni öz biliyinizin, bacarığınızın yüksək dərəcədə köməklik eləmək göz qabağındadır. Elədir. Nə deyim qızım, yəni xeyir uğur arzulayıram. Çox sağ olun, var olun. Allah var eləsin, Allah bura girən hər bir şəxsin şəfa tapıb, sevinə-sevinə bu otaqdan çıxmağını arzulayıram. Amin inşallah. Çox sağ olun. Çox gözəl bir söz dedi ki, sağlam psixologiyalı bir insanların, sağlam psixologiyalı cəmiyyət, əmin-aman bir cəmiyyət deməkdir. Çox sağ olun, minnətdaram. Xeyirli uğurlu olsun. Çox gözəl və Murad arzulayıram. Mən arzu eləyirəm ki, bu tablonu istəyirəm ki, Gülşən baş tərəfdən vursun, oradan təqdim eləsin. Yəni, hər bir şəxs öz arzusuna, muradına baxın. Çox gözəl, çox sağ olun. Təbrik edirəm, yenə xeyirli olsun. Siz də diyanları yalnız. Gülşən, səni təbrik edirəm. Həqiqətən bugün sənin bu uğurunu görmək mənim üçün 2 qat, bəlkə də buradakı insanlardan daha çox buna sevinə bilirəm. Niyə? Çünki ilkin tanışlığımız məhz bu kabinetlə baş verib. Sadəcə bunun çox fərqli bir formatında və həqiqətən bura tamamilə başqa bir otaq idi, amma hal-hazırda tamamilə başqa bir ruhlu bir otağa çəkib və deyərdim ki, çox gözəl alınıb və burada çox böyük bir əmək var. Arzu edirəm ki, o əməyinin neçə qatını, bəhrəsini yaşayasan, görəsən və bu mərkəz deyilməyə dilim gəlir. Demək ki, yəqin ki, mərkəz olacaq nə vaxtsa. Bu kabinetin daha böyüməsini, mərkəzə çevrilməsini diləyirəm. Və həqiqətən mən istəyərdim vurulum ki, mən özüm də buradan başlamışam Xırdalanda olan fəaliyyətimi və bu otaq mənə çox böyük uğur gətirib. Arzu edirəm ki, həmin o uğuru sən davam etdirəsən, daha da çoxunu və həqiqətən ürəkdən, bilirsən ki, ürəkdən bunu bilirəm və yaxşı ki da bura sənə nəsib oldu. Çünki düşünürəm ki, sən buranı böyüdəcəksən, daha da inkişaf edəcəksən həm özün, həm bura gələn, sənin inkişaf edən insanlar. Bir daha təbriklər. Təbriklər. Çox sağ ol. Sağ ol. Çox sağ ol.
Hər şeydən əvvəl Cavid mənim doğma qardaşım qədər yaxın olan bir dostumdur. Bərabər videolarımız olub. Əvvəldən sona layihəsinin rəhbəridir. İxtisasca həm filosofdur, həm də mühasibdir. Hal-hazırda mühasib kimi işləyir. Və bizim bir neçə videolarımız olub. Videolarımızın da məqsədi sırf maarifləndirmək olub. Hal-hazırda yeni bir videomuzda yaxınlarda işığınızı görəcək. İnşallah. Çox istərdim ki, Cavid də öz arzularını bildirsin. Ümumiyyətlə, əvvəla hamınızı salamlayıram, xüsusilə bu şəhid anasının. Ümumiyyətlə, bu cür şərəfli insanlarla, xüsusilə sizinlə bir yerdə, ortamda olmaq biz üçün lütfdir. Yəni sizin kimi qəhrəman analar haqqında o qədər danışmaq olar ki, amma elə sizə yəni bir ortamda olmaq həqiqətən biz üçün qürurdur, biz üçün böyük bir şərəfdir. Amma bu psixologiya mənim düşüncəmdə, mənim aləmimdə bəzi peşələr var ki, onların bir məna yükü var mənim üçün. O məna yükün nə vaxtsa və onun əleyhiniyəm, şəxsiyyətcə, düşüncə, xaraktercə bəzi peşələrin maddiləşməsinin əleyhiniyəm. Təbii ki, oradan pul qazanılsın, o olmalıdır. Amma onun biri ruhaniyyətdir ki, sevmirəm ki, ruhaniyyət pul oxusun. Biri müəllimlikdir, sevmirəm müəllim pul oxusun. Həkimlikdir, sevmirəm həkim pul oxusun. Hüquq mühafizə orqanları ki, heç, onlar elə şey eləmirlər. Amma ümumilikdə bəzi peşələr var ki, onlar müqəddəsdir və psixologiya da o peşələrdəndir deyə düşünürəm. Bu, hansı işin içinə maddiyyat, hansı işin içinə pul, hansı işin içinə mənfəət, hansı işin içinə maddi gözləntilər girir, o işi həmişə zay eləyir. İstər dostluq, istər ailə, istər hətta valideyn-evlad münasibətlərinə qədər gedib çıxmaq olar. Düşünürəm ki, bu sadaladığımız peşələrin içində psixologiya da var. Mən Gülşənə nə arzu eləyə bilərəm? Mən düşünürəm ki, həmişə bu ideologiyada, bu düşüncədə olmuşuq ki, sən addımı at Allah rızası üçün, düz bildiyin üçün. Maddiyyat zaten gəlir. Maddiyyat zaten gəlir. Hansı insanlar ki, bir ömür maddiyyata kökləniblər, onların heç vaxt maddiyyatı olmayıb. Amma qayda budur. İnsanlar dünyanın və ilahi qaydaları başa düşsələr, dünyada həm maddiyyatları var, həm də mənəviyyatlı olaraq. Biz ancaq bir tərəfli baxmışıq deyə həyata heç vaxt nə maddiyyatımız olub, nə də mənəviyyatımız. Təəssüf ki. Halbuki ilahi qayda var. İlahi qayda var. İlahi qayda budur. Siz mənəviyyata köklənin, maddiyyat zaten özü gələcək. Mən Gülşənə birinci mənəviyyat arzulayıram. Amin. Və düşünürəm ki, bu müqəddəs bir peşəni mənəvi dəyərlərlə, mənəvi yüklərlə, onu hiss eləyərək, onu necə aparmaq olduğunu başa düşərək və bu peşənin nə qədər müqəddəs bir peşə olduğunu heç vaxt unutmayaraq onu icra eləsin. Və bu otağa, elə olanda bu otaq balaca da olsa, Allah bu otağa o qədər bərəkət verəcək, o qədər bərəkət verəcək. Allah, mən dostlar bilir, arada mollalığım tutur, amma qısa bitirirəm sözümü. Allah Həzrət İbrahim haqqında Quranda danışanda deyir ki, İbrahim bir ümmət idi. Halbuki İbrahim bir şəxsiyyət idi, tək fərd idi. Amma İbrahim o qədər böyük idi ki, Allah dedi ki, İbrahim bir ümmətdir. Bəzən biz ərazinin kiçikliyinə, insanın təkliyinə baxa bilərik. Amma bəzən o insan elə bir hərəkət edir ki, ümmətə dəyər. Mən də düşünmürəm ki, bu yer balacadır. Amma bu yerin mənəvi əhatəsi, mənəvi dairəsi çox böyüyə bilər, bir ümmətə bərabər ola bilər. Elə ki, qaldı hədiyyə. Mən üçün hədiyyə almaq çox zülümdür. Yəni, ona görə həmişə hədiyyə alanda belə əziyyət çəkirəm həqiqətən. Ona görə elə hədiyyə almaqdan qaçıram həmişə. Amma bugün hədiyyə almalıydım. Bu mənim hədiyyəm də belə deyim də bilmirəm yəni necə qarşı aça bilərsiniz. Hə. Amma Qaçı harda qaldı? qaçı çöldə deyəsən. Buradan birinci aç da, nə olar? Yox, buradan. Bu hədiyyəni mən arzu eləmişdim ki, öz evim üçün almaq. Ona görə necə deyim, özümə alacağım hədiyyəni Gülşənə almışam. Ona görə mənim üçün çox dəyərlidir bu hədiyyə.
Ona görə nə bilim, ümidvaram ki, bəyənəcək. Özümə hələ almamışam onu. Bizim evdə təmir bitsin, gözləyən təmir bitsin. Sonra alınır. Bu Həzrət Əlinin vilayətidir. Qədirxum hadisəsi. Sənin adına həqiqətən sevinirəm, Gülşən. Çox əzmkarsan, mən onda səndə həqiqətən onu hiss eləmişəm. İnşallah ki, bu əzmli olmağın faydasını, xeyrini görəsən daima. İnşallah, çox həm qadın kimi xoşbəxt olmağı, həm işgüzar, necə deyim, işində çox uğurlu olmağı arzuluyuram. Pasientlərinlə özünə də necə deyim, işıq olsun, şifalanasan. Mənə elə gəlir ki, qardaş çox düz dedi. Bir şeyə maddiyyatla yanaşanda dəyərini itirir. Doğrudan da elədir. Mənəvi güclü olanda, zəngin olanda səndə var bu mənəviyyat həqiqətən. Dosta dəyər verməyi bacarırsan, işvə dəyər verməyi bacarırsan və mənə elə gəlir ki, çox uğur qazanacaqsan. Səsin çox yüksəklərdən gələcək. Mən arzu eləmirəm. Mən buna inanıram həqiqətən də. İnşallah ki, yəni faydasını gör, xeyrini gör. Hər zaman yaxşı insanlar olsun əhatəndə. Allah səninlə olsun. Necə deyirəm? Xeyirli olsun. Xanım mənim qrup yoldaşım olub. Özü də MGU Moskva Nazarbayev переводы потом. Xanım özü mənim qrup yoldaşım olub. Lomonosov adına universitetin məzunudur. Və biz bu yaxınlarda inşallah yeni bir layihə üzərində işləyirik. Video çəkilişlərimiz olacaq. İstəyirəm ki, Ragima xanım da öz arzularını bildirsin. Mən uğurlar arzulayıram Gülşən xanım sizə. Xeyirli uğurlu olsun inşallah. Sizdə həqiqətən də o marağı, o can atmağı, o belə deyim, irəli getməyi, inkişaf etməyi gördüm həqiqətən. Keçən ay biz sizinlə həmsöhbət olduq. Daha öncə bu qədər uzun müddət biz danışmamışdıq və ona görə də sizin xasiyyətinizə, sizin istəklərinizə, bu qədər irəli görüşünüzü çox bələt deyil idim. Onda isə gördüm ki, yox, həqiqətən də sizdə can atmaq var, irəli getmək istəyi var. İnşallah biz yeni layihələrə imza atmaq planlaşdırırıq. Xeyirli uğurlu olsun inşallah. Burada həqiqətən yenə də ilk addımınız, belə deyim, inanıram, İnşallah uğurlu olacaq. Təbrik edirəm. Biraz həyecanlıyım. Sizin də həyecanınızı bölüşürəm. Ona görə bu qədər. Uğurlu olsun inşallah. Çox sağ olun gəldiyiniz üçün minnətdaram. Qızıl vaxtınızı ayırdınız, gəldiniz. Çox sağ olun. İnşallah buradan da çıxıb gedəcəyik iftara.